müddətdir sağlamlıq problemləri yaşayan tanınmış aktrisa Məsumə Babayevanın səhhəti yenidən pisləşib. Sferaz bildirir ki, bu barədə Yeni Çağ adlı açıqlamasında aktrisanın qızı məlumat verib. O, anasının növbəti dəfə insult keçirdiyini və hazırda həkim nəzarətində olduğunu bildirib. Anam yenidən insult keçirdib. Hazırda həkim nəzarəti altında evdə müalicə olunur. Vəziyyəti ilə əlaqədar telefonlara cavab verə bilmir. Qeyd edək ki, sənətçi bir neçə ağır xəstəliklə mübarizə aparır. Sinəsində şiş aşkarlanan aktrisa bundan əvvəl 2 dəfə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Məsumə Babayeva eyni zamanda şəkərli diabetdən əziyyət çəkir. Bu, aktrisanın keçirdiyi ikinci insultdur.